Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 2-ci Dünya Müharibəsi 7 may 1945-ci ildə demək olar ki, başa çatdı. Artıq bu tarixdən kapitulyasiya aktları bağlanmağa başlamışdı. Nəzərinizə çatdırım ki, bu müharibədə bir yox, 2 kapitulyasiya aktı, yəni təslim olmaq aktı imzalanmışdı. Birinci kapitulyasiya aktı deməli 1945-ci il 7 mayda Fransanın Reims şəhərində imzalanmışdı. Bu imzalanma ilə, kapitulyasiya aktı ilə artıq deməli Almaniyanın tam təslim olması, yəni bu kapitulyasiya aktı bir də onu bildirirdi ki, artıq Avropada müharibə başa çatmışdır. İkincisi kapitulyasiya aktı isə deməli 2 sentyabr 1945-ci ildə Yaponiyada deməli Yaponiyanın təslim olması ilə bağlı imzalanmış kapitulyasiya aktidir. Missouri gəmisində bu akt imzalandı və bununla da rəsmən, yəni Yaponiyada imzalanmış kapitulyasiya aktı ilə rəsmən artıq 2-ci Dünya Müharibəsi sona çatmışdı. Əslində Yaponiya 15 avqustda təslim olmuşdu, amma kapitulyasiya aktı 2 deməli sentyabrda imzalanmışdı. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.